Ukraynanın Rusiya enerji infrastrukturuna davamlı hücumları fonunda Rusiyada yanacaq böhranı daha da dərinləşir. Bir zamanlar neft və qaz ixracatçısı olan Rusiya indi daxili tələbatı ödəməkdə çətinlik çəkir. Dövlət mediası böhranı kiçiltməyə çalışsa da, sosial şəbəkələrdə ölkə üzrə yanacaq qıtlığına dair çoxsaylı məlumatlar yayılır. Sosial şəbəkələrdə yayılan videoda Ukraynanın neft anbarına hücumları fonunda Rusiyanın ilhaq etdiyi Krımın Feodoziya şəhərində yanacaq doldurma məntəqəsi qarşısında uzun avtomobil növbəsi görünür. Qeyd olunur ki, Krım enerji böhranından ən çox zərər çəkən bölgədir. Yarıdan çox yanacaq doldurma məntəqəsi artıq benzin satışını tamamilə dayandırıb. Hakimiyyət məhdudlaşdırmalar tətbiq edib. Rusiyanın işğal altında saxladığı Ukrayna ərazilərindəki yanacaq qıtlığı artıq digər bölgələrə də yayılıb. Sosial şəbəkələrdə yayılan digər videoda Rusiya-Ukrayna sərhədindəki Bryansk vilayətindəki yanacaq doldurma məntəqəsində kilometrlərlə uzanan növbələr görünür. Məlumata görə, bu bölgədəki yanacaq doldurma məntəqələrinin cəmi 10% fəaliyyət göstərir. Bundan başqa, Rusiyanın Tataristan Respublikasında Moskva-Kazan magistralı boyunca yerləşən yanacaq doldurma məntəqələrində də 2 kilometrlik avtomobil növbələri qeydə alınıb. Burada da yanacaq təchizatında ciddi problemlər müşahidə olunur. Ukraynanın uzaq mənzilli hücumları nəticəsində Rusiya neft emalı zavodlarına və enerji infrastrukturuna vurulan zərbələr nəticəsində yaranan yanacaq qıtlığı artıq uzaq şərqdən tutmuş, mərkəzi ərazilərə qədər ölkənin 20-dən çox bölgəsini əhatə edir. Bir çox yanacaq doldurma məntəqələri yanacağı normaya salıb, bəziləri isə təchizat almadığı üçün müvəqqəti bağlanıb. Böhran fonunda benzin qiymətləri rekord səviyyəyə yüksəlib və il ərzində kəskin artım müşahidə olunub.